Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. 107-ci sualda deyir ki, x-i tapın. Və buradan diqqətlə baxsaq, 120 dərəcə qarşılıqlı bucaq olduğunu görürəm. O zaman qarşısı da 120. Bəs qonşusu neçə dərəcə olacaq? 60 dərəcə. Baxıram 140. 140-ın qarşısı nə qədər olacaq? 140. Qonşusu da olacaq 40 dərəcə. İndi fiqura diqqət edək. Alınan həndəsi fiqura baxsaq. Aha. Alınan fiqura baxın. Biz bu cür fiqurda necə hesablayırdıq? Bura alfa, bura beta. Və x-i tapan zaman x nəyə bərabər idi? Alfa plus beta cəminə. Düsturumuz bu. Və buradan da mən x-i rahatlıqla tapa bilərəm. 60 plus 40 dərəcə. Deməli, x-im 100 dərəcəymiş. Vəssalam. 108-ə siz baxarsınız.